sevdiyiniz sahəni necə tapdınız? Sevdiyim sahəni necə tapdım? İlk öncə Vidimə görə üzr istəyirəm. Heç yazara oxşamıram Vidimlə bugün. Çünki sadəcə bugün başqa bir tədbirdəydik, oradan qaça-qaça gəlmişik bura. O tədbirə görə bu videoya. Həyatınızda yəqin belə cinsdə iki yazarı görürsünüz, üzrlü sayasınız. Həyatımdakı sevdiyim işi necə tapdım? Sevdiyiniz sahəni necə tapdınız? Təbii ki, mən durub, insan uğurlu olandan sonra hekayə danışmaq çox rahatdır. Niyə? Çünki sənə bir mikrofon verilir ki, bu uğura necə çatdın? Önemli olan çatmaqdır. Çatandan sonra o hekayəni necə düzəcəksən, necə danışacaqsan, hər zaman bu səndən asılı olur. Amma mümkün qədər gerçəyi danışmaq üçün dürüst olmaq lazımdır. Yəni mən məktəbli illərində, gənc yaşlarımda həyatda bir sevdiyim işi tapacaq deyə bir xəyalım yox idi. Mən həyatda sağ çıxmağa çalışırdım və mənim üçün prototip bu həyatda gözəl yaşayan, işi gücü olan, uğurlu bir iş adamları mənim üçün prototip idi, nümunə idi və mən onlardan birinə çevrilmək istəyirdim. Əslində bu artıq məndə sevdiyim iş anlayışı deyildi. Mən elə bir şəxsiyyətə çevirmək istəyirdim və həmin şəxslər necə işlərlə məşğuldurlarsa, o işlərlə məşğul olmağa hazır idim. Yetər ki, bir istiqamət olsun. Və o illərdə mənim böyüklərim, müəllimlərim mənə dayım olmadığı üçün, heç bir arxam falan olmadığı üçün neft sektorunda mühəndis olmağı tövsiyə elədilər ki, onun sayəsində mən həyatını qazana bilərsən, ailə qura bilərsən, evinə çörək gətirə bilərsən. Bu minvalla sevdiyim şey yox, güclü tərəfim olan riyaziyyat, texniki tərəfimə, yəni mühəndisliyə yönəldim. Və ondan sonra isə bu mühəndislik mənim gözlədiyim və gözlədiyimin artıq gəlir gətirdikdən sonra, həyatda arzularımı yerinə yetirdikdən sonra bir növ sevdiyim işə çevrildi. Amma ki, işin özü yox, onun gətirdiyi nəticələr məni işi sevdirirdi. Və bu minvalla artıq 17-ci ilimdir ki, bu karyerada davam edirəm. Amma ondan sonra nə oldu? Təbii ki, həyatımın müəyyən dönəmlərində mən bundan ibarət deyiləm dediyim məqamlar oldu. Elə bu minvalla mən şirkət daxilində məndən sonra gələn yeni nəsil mühəndislərə şirkət daxilində tövsiyə verirdim ki, burada necə uğur qazana bilərsən və bundan zövq alırdım. Yəni, qarşılıqsız bir şəkildə eləyirsən, həmin anda o gəncin gəldiyi nəticəni görmək, şahid olmaq gözəl bir hissdir. Və həyatımda elə olur ki, bir mühəndislik təşkilatının rəhbəri mənə dəvət edir ki, o vaxtda da mən ölkəyə cəmsi ildə bir dəfə gələ bilirdim, ölkə xaricində çalışırdım. Məzuniyyətə nə vaxt gələcəksən? Məzuniyyətə gəldiyində bizim gənclərlə görüş. Onların qarşısına keçirəm və başlayıram mühəndislikdən güya ki, əmal buydu. Amma mühəndisliyi bəhanə edib başlayıram gənclərə həyatdan danışmağa. Və düşünürdüm ki, Bakıda təlimçilik bu levelda inkişaf edib, mən bunlara nə deyə bilərəm ki, deyə düşünürdüm. Onu görəndə ki, mənim bu həyat təcrübəmi ki, gənclərlə bölüşəndə, bu işıldayan gözləri mənə baxanı görəndə, o tapdığım ilham onda olur. Deyirəm, bax bu, mənim həyatda istədiyim budur. Özümdən sonra gələn insanlara bildiyim, yaşanmış təcrübəni aşılamaq, onlar da bu təcrübəni özlərində mənimsəyib, özləri istədikləri yerlərə çatanda bu mənzərəni izləmək. Yəni, mənim üçün həyatda bundan bu dəqiqə gözəl amal yoxdur. Yəni, və 15 ildir ki, bu amala xidmət edirik, belə deyək.